Uşağın hüceyrələri illərlə ananın orqanizmində qalır. Amerika Birləşmiş Ştatlarının Arizona Dövlət Universitetinin alimləri maraqlı araşdırma nəticələrini açıqlayıb. Tədqiqat göstərib ki, hamiləlik dövründə dölə aid bəzi hüceyrələr plasenta vasitəsilə ananın orqanizminə keçərək müxtəlif orqanlara yayılır. Mütəxəssislərin məlumatına görə bu hüceyrələr beyində, qaraciyərdə, ürəkdə, ağciyərdə və digər toxumalarda yerləşərək uzun müddət qalmağa qadirdir. Araşdırma zamanı müəyyən edilib ki, döl hüceyrələri hamiləlik başa çatdıqdan sonra belə ananın orqanizmində 10 illiklərlə qalır. Alimlər bu prosesi fetal mikroximerizm adlandırır. Müşahidələrə görə bu hüceyrələr bəzən toxumaların bərpasında və sağalma prosesində müsbət rol oynayır. Lakin mütəxəssislər bildirir ki, onların təsiri hər zaman müsbət olmaya bilər. Bəzi hallarda bu hüceyrələrin immun sisteminə təsir edərək otoimmun xəstəliklərin inkişaf riskini artıra biləcəyi ehtimal olunur. Alimlər qeyd edir ki, ana olmaq qadın orqanizmində yalnız emosional deyil, hüceyrə səviyyəsində də uzun müddətli dəyişikliklər yaradır.